Sərgəsiz yaza bilirik, amma burada sərgəsiz yaza bilmirik də. Burada daha simmetrik yazırıq. Daha sonra nə edə bilərik? Səsim yaxşı gəlir uşaqlar. Ekran görüntüsü varmı? Hə, gradient dedik tor xəttlərdir. Yazını simmetrik yazmaq üçün istifadə edirik. Yəni sərgəli yazmaq üçündür. Sonra Guidis hissəsi də bu formadadır. Məsələn, səhifəni qırıq xəttlərlə bölür. 4 hissəyə bölür, bəzən bir neçə hissəyə bölünür. Rulədə dedik ki, xəttkeşdir. Xəttkeş harda yerləşir? Belə tipdə sual düşür imtahana. Testlərdə düşür ki, misal üçün, xəttkeş sağda və yuxarıda yerləşir. Bu yanlışdır. Çünki biz dayanan zaman kompüterlə üzbəüz dayanırıq da. Bizim sağımız kompüterin sağıdır. Bizim sol əlimiz kompüterin sol hissəsidir. Yuxarı hissəsində yerləşir, tamam. Amma bizim sol tərəfimizdə yerləşirsə, xəttkeş deyirik ki, kompüterdə solda və yuxarı hissədə yerləşir xəttkeş. Testdə düşən bir sualdır deyə. Bunu dərindən izah eləməyə məcburiyyətindəyəm. Xəttkeşə diqqət edirsiniz ki, xəttkeş harda yerləşir. Bu üç işarənin də içinə qalısqanı qoyduğumuz zaman aktiv olur. Götürsək, deaktiv olacaq. Daha sonra not hissəsində notlar dedik, əlavə etmək üçündür. Zoom yaxınlaşdırmaq üçündür, zoomlamaq üçün. Avtomatik burada 53 göstərir zoomu. Amma baxın, maksimum nə qədərdir? Maksimum zoom nə qədərdir? Görürsünüz? Maksimum 400. Yaxşı, indi belə bir sual verim. Biz sizlə Word-ə, Excel-ə keçmişik. Word-də nə qədər idi zoom maksimum? Excel-də nə qədər idi? Keçən dərs PowerPoint-ə başlayanda da demişəm bunu. Elçanə, Word-də zoom maksimum nə qədər olur? Maksimum Word-də zoom nə qədər olur? Gəlin deyən, təkrarlayın. Word-də zoom 10-500 arasındadır. Ay, sağ ol. Siz necə yadınızda saxlayın? Yəni, hər şey məntiqə dayanır. Yəni, məntiqlə biz bilirik ki, boş səhvədə yazı yazırsa, bunu 500 zoomlaya bilərik də. Amma Excel-də 10 ilə 400 arası dəyişir. Excel-də xanalar var axı. Xanaları neyinirəm mən hərfin lap dərinliyinə qədər zoomlamağa ehtiyac qalmır. Onda xananın simmetriya pozulduğu üçün Word-də 10-400 arası zoomlamadır. Amma belə Excel-də 10-400 arasıdır. Amma Word-də 10-500 arasıdır. Eyni ilə PowerPoint-də də. Baxın, 10-400 arasıdır zoomlama. Bunu mütləq yadınızda saxlayın. Yaxşı, 200 zoomlaya bilərmi? Təbii, içinə qalçıqanı yerləşdiririk. İstəsək 200 eləyə bilərik, istəsək 100 eləyə bilərik. Baxın, OK elədik, 200 dərəcədə zoomladı. Yaxşı, zoomu buradan da dəyişə bilirəm. Baxın, görürsünüz burada. Zoomun 200 olduğunu göstərir. Buradan necə dəyişirəm? Bu səhifəni bağlamalıyam. Gəlməliyəm bu hissəyə. Buradan azalda bilərəm. Qırıq-qırıq. Hissə-hissə. Baxın. 40 oldu. İndi bir dəfə plus'a klik elədim. 60 oldu. 50 yox. İndi 60 oldu. İndi 70, 80. Deməli, burada 10-10 artır. Baxın. Amma birdən çox artdı. 90, sonra 100. Hə, 10-10 artır. Tamam. Zoomlama da aid oldu. Fit to window. Pəncərəni bu formada move'luyur. Sonra color bunun rəngini göstərir. Grey color boz rəngdə. Biri də var ki, slaydın. Ay, keçdi oranı. Biri də var idi. Təzədən yaradım. Hə, view hissəsində idi. Bu rənglərə baxırdıq. Color rəng hissəsini göstərdi. Grey color boz rəngdə eləyirdi nümayişi. Black and white ağ və qara eləyir. Deməli, bu nə zaman olur? Götürək ki, mənim printerim rənglidir. Mən istəyirəm ki, slaydımı rəngli formada nümayiş olunsun. Mən slaydımı istəyirəm rəngli formada çıxardam və yaxud da çap edəm. Onda color'ın üzərinə basırıq, slayd rəngli formada olur. Hazırlayanda da rəngli formada edə bilərəm. Bu çapa da aiddir. Grey color eləsəm, bu boz rəngdə olacaq. Black and white eləsəm, slaydım ağ-qara versiyada çap olunacaq. Ağın da tonları var, hətta qaranın belə tonları var. Yəni, nümayişə çıxardanda bu ağ-qaranın da tonların buradan artıq görürsünüz də Black and White deyə bir əlavə kontekst menü açılır. Həmin kontekst menüdən daxil olub bunun color'ını dəyişə bilərik. Tamam mı? Sonra back to color view əvvəlki vəziyyətinə qaytardı.
Bu rəngləri dedik. New window yeni pəncərə açır. Yeni pəncərədə. Daha sonra burada var move split. Kəsimləri, pəncərəni kəsimlərə bölür, yaxınlaşdırır. Sonra move-luyur həminsən. Baxın, belə bir dörd başlı ox yaranır. Biz move-la bunu istədiyimiz yerə qoya bilərik. İstədiyimiz hissəni qoya bilərik. Move odur ki, yəni bunu seçir. Öz blokadaya alır, belə deyim. Sonra burada